Sabit cəryan mənbələri EHG, tam dövrə üçün ohm qanunu, tam dövrənin fiyəsi. Burada tam dövrə üçün mənbəyin qütublərinin gərginliyin dövrədəki cəryan şiddətinə asılılıq qrafiki verilmişdir. A nöqtəsi uyğun gələn fiziki kəmiyyət istənilir. Qrafikdə baxın, O-ya yaxın olan hissə elektrik hərəkət qüvvəsinin qiymətini göstərir. I-yə yaxın olan hissə isə qısa qapanma cəryan şiddətini göstərir. Və bu da bizdə A nöqtəsi istənildiyi üçün və O-ya yaxın nöqtə olduğu üçün mənbəyin EHG-si deyə bilirik. Digər qrafikdə də eynən birinci qrafikdə olduğu kimi I-yə yaxın olan hissə qısa qapanma cəryan şiddətidir və A variantı olaraq götürülür. Mənbəyin EHG-si hansı ifadələ təyin olur? Bilindiyi kimi tam dövrə üçün ohm qanunu I bərabərdir. EHG bölünsün R plus R-dir. Qısa qapanma şərtində xarici müqavimət 0 olduğu üçün I bərabərdir. EHG bölünsün R olur. Buradan da EHG-ni tapsaq, I qısa qapanma vurulsun R olacaq. Yəni C variantı. Qısa qapanma cəryan şiddəti bayaq da tapdıq. Baxın, B variantı olacaq. 5-cidə mənbəyin daxili müqaviməti yenə də eyni düstur. Buradakı düsturdan daxili müqavimət EHG bölünsün I qısa qapanma olacaqdır. Yəni B variantı. 6-cı elektrik hərəkət qüvvəsinin vahidi əlbəttə ki voltdur. Deməli, vahidi volt olanı istəyir. Yenə də elektrik hərəkət qüvvəsi cavab olaraq götürülür. Hansı fiziki kəmiyyət ədədi qiymətcə müsbət vahid yükün qapalı dövrə boyunca hərəkəti zamanında kənar qüvvələrin gördüyü iş. Yəni EHG A kənar bölünsün yüktür. Bu bənzər düsturlar da əlbəttə ki küfi düsturunu öncəki testlərdə yəni işlənilib bu düstur. Burada da bilirsiniz ki U-la da bu düsturumuz var. Yəni həm üçünün həm potensiallar fərqini, həm EHG-nin, həm də gərginlik vahidi voltdur. Sadəcə fərq ondan ibarətdir ki burada kənar qüvvələrin işi deyilir. O da mənbənin EHG-si olacaq cavab olaraq. Dövrə açıq olduqda voltmetr EHG-ni ölçür. Qapalı olarsa gərginliyi göstərir. Yəni açıq olduqda EHG olacaq. Yəni cəryan mənbəyin EHG-sini ölçmüş olur. Qısa qapanma cəryan şiddətində öncəki testdə qeyd etdiyimiz kimi xarici müqavimət 0 olmalıdır. Hansı şərt ödəndikdə mənbəyin sıxaclığındakı gərginlik mənbəyin EHG-sinə bərabər olur? Əlbəttə ki burada sonsuzluğa bərabər olduqda. 12-ci testimiz açar açıq olduqda voltmetr nə ölçür? Yenə də açar açıq olarsa voltmetr mənbəyin EHG-sini ölçmüş olur. Yenə də açar açıq olduqda voltmetr yenə də mənbəyin EHG-sini ölçmüş olur. Qapalı elektrik dövrəsinin fiyəsi hansı ifadə ilə təyin olunur? EHG-nin fiyəsi R bölünsün R üstəgələ R düsturə təyin olunur. Digər tərəfdən bunun 15-ci testdə digər düsturu soruşulur. O bölünsün EHG olacaq. 16-cı testdə mənbəyin daxili müqaviməti istənilir. Qeyd etdiyimiz kimi bu hissədəki EHG-nin qiymətidir. Bu hissədəki I qısa qapanmadır və I qısa qapanmanın da EHG bölünsün R düsturuna görə əgər bizdən daxili müqavimət istənilirsə EHG-ni I qısa qapanmaya bölürük. Yəni 12-ni 6-ya böləndə 2. Çox vaxt daxili müqavimət istəniləndə düsturu bilməsəniz belə kənarlarda böyük kiçiyə bölünərsə, yəni əlbəttə ki düsturu bilmək önəmlidir. Yəni o formada tapa bilərsiniz. Məsələn, mənbəyin daxili müqaviməti 24-8-ə bölərik 3. Baxın, bu düstur əsaslanır. EHG-miz 24-dür, qısa qapanmamız 8-dir. 24-8-ə bölsək bu düstur əsasən taparıq 3 ohm olacaqdır. 18-ci test, mənbəyin qısa qapanma cəryan şiddəti 6 dəfə fərqlənirsə, burada onların EHG-lərinin münasibəti istənilir. Qeyd etdiyimiz kimi I qısa qapanma EHG bölünsün bərabərdir R düsturu ilə təyin olunur. Burada fikir verək, R-lər birincində 3R daxili müqavimət, digərində R-dir və münasibət yazırıq. Bizdə EHG-lərin münasibətini istəyirsə, buradan EHG I qısa qapanma vurulsun daxili müqavimət, yəni hər ikisi də düz asılıdır və yaxud da ki bizdən belə bir asılıq qura bilərik, ən rahat bu formada yaza bilərik. EHG 1 bölünsün EHG 2 bərabərdir. I 1 böl I2, onun üçün hər dəfə qısa qapanma yazmıram. Vurulsun R1 bölünsün R2, yəni hər ikisi ilə göründüyü kimi düz asılıdır. Bərabər qoyuruq. Burada 2 böl 1 verildiyi üçün biz 1 böl 2 yazdığımız üçün 6-da 1 qeyd edirik. R1-imiz 3R-dir, R2-miz isə R-dir. İxtisar aparsaq 2-də 1 qalar, yəni EHG 2 bərabərdir 2 EHG 1 olacaqdır.
EHG2 bərabərdir, 2 EHG1 olacaqdır. Digər tərəfdən 19 da testdə buna bənzərdir. Sadəcə burada istəyir. Həmin düsturdan EHG bölünsün x-a qapanmadır. Yəni EHG ilə düz ilə tərs götürürük. Yəni 1 bölünsün 2 bərabərdir. EHG1 böl EHG2 vurulsun i2 böl i1. Çünki tərs görünür düsturdan. Birincinin qiyməti EHG idi. İkincininki 3 EHG1'dir. Baxın burada yazıb. i2 böl i1 də 2 verir. Burada ixtisar getsə EHG-lər qalır 3-də 2. Yəni çarpaz vursaq 3R1 bərabərdir 2R2. Hər tərəfi 2-yə bölsək 1/5 R1 bərabərdir R2. Yəni R2 1/5 R1-ə bərabər olacaq. 20-ci testdə mənbəyin EHG-sini EHG verilib, daxili müqaviməti cəryan şiddəti istənilir. Bildiyimiz kimi cəryan şiddəti EHG bölünsün, ümumi vuru üstə gəlsin daxili müqavimətdir. Niyə ümumi yazdım? Çünki dövrədə gördüyünüz kimi müqavimətlərimiz çoxdur, ümumini tapmaq gərəkir. Baxın, bu hissəyə və bu hissə öz aralarında ardıcıldır. Yəni buradan tutub açsaq, baxın bu hissənin ardıcı olacaq. Burada bir erimiz var. Burada eyni erlər olduğu üçün r bölü 3 ümumisi olacaq. Bu hissənin burada erdir. O zaman ardıcılıqda bütün erləri toplayırdıq. R üstə gələ r bölü 3, üstə gələ r yazsaq, bu 2 tam 3'də 1 olur. O da 3'də 3 2 6 3'də 7 R olacaqdır. Gətirib yerinə yazsaq EHG, R-ümünün yerinə 3'də 7 R yazarıq. Üstə gələk R. Ortaq məxrəcə gətirsək, demək ortaq məxrəcimiz 3'dür. 3 qalxar yuxarı 3Y olar. Buradan da 7R üstə gələk 3R olacaqdır. Baxın, bu cavab olacaq. Eyni şəkildə 21-də qeyd edə bilərik. Burada R bölü 2, bu hissə R bölü 3 və bu hissə R. Üçü də bir-birinə ardıcıldır. Yəni R ümumini tapaq. R bölü 2 üstə gələk R bölü 3, üstə gələk R. Məxrəcinə də gəlin 1 yazaq. Ortaq məxrəc 6-dır. Olur 3R, üstə gələk 2R, üstə gələk 6R. Olacaq 11R bölünsün 6. Ümumimiz 11R bölü 6-dır. Digər tərəfdən də i bərabərdir EHG, R ümuminin yerinə 11R böl 6 yazırıq. Üstə gələk balaca R, o da bərabərdir. 6 yuxarı çıxsa olur 6 EHG, 11R, üstə gələk 6R olacaqdır. Baxaq hansı varianta uyğun gəlir. Baxın, bu varianta uyğun gəlir. Sonra 22-ci test. EHG-miz verilir. Baxın, bu EHG-dir. Cəryan şiddətimiz verilir. Xarici müqavimət verilir və keçən cəryan şiddəti istənilir. Bu cəryan şiddəti qısa qapanmadır. Bildiyimiz kimi dövrədən keçən cəryan şiddəti tam dövrə üçün EHG R plus R'dir. Bizim EHG-miz var. 5 qeyd eləyək. Müqavimətimiz 4 ohm xarici müqavimət də var. Lakin daxili müqavimət yoxdur. Yerinə yazaq, hesablayaq. Qısa qapanma cəryan şiddəti deyəndə bildir ki, düsturumuz EHG bölünsün R'dir. Yəni buradan R'i tapsaq, EHG bölünsün I qısa qapanmadır. Yəni 5'i bölürük 5'ə, o da edir 1. Yəni buraya yerinə 1 yazırıq daxilini. O da 5, 5'i 5'ə böləndə 1 amper olacaqdır. Sonra voltmetr dövrədə açıq olduqda 8 volt. Bildiyimiz kimi dövrə açıqdırsa voltmetr EHG-ni ölçür. Qapalı olduqsa gərginliyi ölçür. Fiyəni istəyir. Fiyan da düsturu U bölünsün EHG vurulsun 100%'dir. Yəni 5'i 8'ə bölüb 100'ə vururuq. O da bizdə 2 ixtisar, 4 ixtisar geçsək 2, 4 ixtisar geçsə 25. Buradan da 25, 125. O da 5'ə vursaq, demək bizdə demək 62,5% cavabını almalıyıq.